Hər kəsi salamlayırıq, hörmətli dinləyicilər. Hər vaxtınız xeyirli olsun. Dalğa FM radiosu və Mədəniyyət Nazirliyinin birgə layihəsi Sənətin Səsi deyərək sizin görüşünüzə gəlmişik. Hər zaman olduğu kimi Sənətin Səsində sənət aləminin tanınmış sənətkarları ilə sizi görüşdürürük və özümüz də görüşürük və bu gün də sözdən, sənətdən danışacağıq. Milli sərvətimiz olan muğamımızdan danışacağıq və muğamdan əlavə əlbəttə ki, qəzəlin təkcə muğam deyil, həm də qəzəlin dərin bilicisi və istənilən mövzu ətrafında dəyərli fikirləri ilə hər zaman hər bir söhbəti, hər bir danışığı, hər bir buraxılışı bir ustad dərsi olan bir sənətkar bugün bizimlədir. Əməkdar incəsənət xadimi Aqil Məlikov. Xoş gəlmisiniz Aqil müəllim. Sağ olun, sağ olun. Necəsiz? Çox sağ olun dəvətimizə görə. Sizi də təbrik edirəm. Təşəkkür edirəm. FM-də Çox sağ olun. çox gözəl şərait var burada və burada söhbət eləmək, burada bir ədəbi bir məclis qurmaq doğrudan ürəkaçan olar. Allah şübhəsi qurur eləsin. Var olun. Həmişə işdə, gücdə və bu cür yararlı mövzuları ki, axtarıb tapırsınız, onun təmsil edən insanları, sənət adamlarını tanışdırırsınız, barədə özü böyük işdir, sizə uğurlar arzulayıram. Çox sağ olun Aqil müəllim. Sözün gücü var əlbəttə ki, sözün böyük gücü var və sözü bir deyirlər o dərk edənə demək lazımdır, Bəli. anlayana demək lazımdır. Sözü söylə alana, qulağında qalana. Qəlbində bir belə söz deyərlər. Bəli, bəli. Onun ki, bizim cəmaatımız maşallah xiridardır belə şeylərə. Və içdən gələn sözlər olur ki, Bəli. onu da əlbəttə ki, insanın qəlbindən gəlirsə, əlbəttə ki, qəlblərə süzülən sözlər olur. Uzun illərdir siz həm füzulişünas kimi, həm bizim qəzəliyyatımızı dərindən öyrənərək, aşılayaraq bugün xanəndələrə, həm də belə bu yeni bir xoş xəbəri deyim ki, artıq sizin Aqil müəllim öz qəzəllərinizdən ibarət toplum kitabınız işığınızı görüb. Təbrik etmək istəyirəm və təşəkkür etmək istəyirəm ki, həm də bizə də təqdim edirsiniz. Bax bu kitabınızı. Elə izləyicilərimizə istərdim kitabı da göstərək Aqil müəllim. Sizin qəzəllərinizdən ibarət, bəli, bir toplum. Aha. Nəhayət ki, uzun illərdir ki, Aqil müəllim gəlirdi belə vərəqlərdən, nə bilim cibindən axtarırdı, dəftərdən axtarırdı. Toplum şəklində bütün qəzəlləri Aqil müəllimin artıq bu kitabda yerləşir. Bəlkə elə özünüz orada bir öz qəzəlinizdən bizim dinləyicilərimiz üçün, sonradan bizi görmək istəyənlər Aqil müəllimi Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanallarına da bir baş vurun, baş çəkin. Çünki həqiqətən də elə bir söhbət olacaq ki bugün, elə bir görüşdür ki, bu görüşü, bu insanı hər zaman görmək istəyirik, hər zaman söhbətlərini, sözlərini eşitməyi, duymaq ehtiyacı əlbəttə ki hiss edirik və qəzəlləriniz əlbəttə çoxdur. Hansı ürəyinizdən keçirsə Aqil müəllim. Hələ bir söz haqqında görməkə tapa bilsəm burada gözəl söz haqqında bir var şey elə var. qəzəl, aha. Söz haqqında ay Füzuli deyib sözü, Bəli. Nizami deyib sözü. Bəli. Mən onlardan sonra nə deyə bilərəm? Amma buyur söz haqqında. Ay, Amma nə gözəl. hər bir kəsin öz münasibətini bildirmək ixtiyarını Allah Taala özünə verir. Əlbəttə. Mən də belə bir şey arada yazdım ki, ilahi varlığın səhmanıdır söz. İlahi varlığın səhmanıdır söz, sağalmaz dərdlərin dərmanıdır söz. Əzəl sözdür, gözəl sözdür, qəzəl söz. Məsəl sözdür, əsəl bala deyərlər. Əsəl sözdür, cədəl söz. Fəzilət mülkünün sultanıdır söz, sağalmaz dərdlərin dərmanıdır söz. Nizami ilə tapıb sözlər nizamın, Füzuli tək sözə tut ehtiramın, müqəddəs kəslərin ünvanıdır söz, sağalmaz dərdlərin dərmanıdır söz. Söz ibrətdir, söz izzətdir, söz ismət, söz iffətdir, söz hikmətdir, söz ülfət. Maarif bağının reyhanıdır söz, sağalmaz dərdlərin dərmanıdır söz. Qılıncla tutmaq olmaz bu cahanı,
Qələmlə fəth edərsən hər məkanı. Gözəllik eşqidir, dastanıdır söz. Sağalmaz dərdlərin dərmanıdır söz. Bəşər övladının fəxri, qüruri, Mələk İsrafilin məhşər süruri, Sirat-əl müstəqimi tanıdır söz, Sağalmaz dərdlərin dərmanıdır söz. Dəyərli sözdən hər kəs qaçsa yana, olur rüsva, düşər daim ziyana. Nalayiq sözlərin düşmanıdır söz, Sağalmaz dərdlərin dərmanıdır söz. Güman etmə ki, aqil şair olmuş, şeirdə, nəzmidə bir mahir olmuş. Onun üçün məğfirət meydanıdır söz, Sağalmaz dərdlərin dərmanıdır söz. Ay, təşəkkür edirəm. Çox sağ olun. Var olasınız. Qələminiz hər zaman yazar olsun. Sözə bəzən doğrudan da biz deyir söz var zirvəyə qaldırar, söz var Hoha var dağa dağdan qaldırar, salar. hoha var dağdan endirər. Hoha Bəli. özü də sözdür. Bəli, bəli. Sözsüz əslən yoxdur. Bəli. Nizamidən danışdı. Nizami Gəncəvinin gözəl sözü var söz haqqında. Aha. Deyir ki, sözdür nümayan edən ürfanları. Hələ Füzuli deyir, xəlqə ağzın sirrini hər dəm qılır ishar söz. Nizami ondan qabaq söz haqqında bir gözəl söz deyib. Bəli. Sözdür nümayan edən ürfanları. Tərbiyyət et, sözdür nümayan edən ürfanları, tərbiyə təlim edən insanları. Sözlə əhilləşir. Damını Nizami deyib, Bəli. mən deməmişəm. Bəli. Söz biraz pis səslənir. Sözlə əhilləşir çöl heyvanları. Adam da vardır ona bicadı söz. Adam var ki, o sözü ki başa düşmədi, ona görədir ki, sözü söylə alana, qulağında qalana. Bəli, mütləq. Onu Çünki bəzən sözü deyirsən yozurlar, bəzən sözü deyirsən dərk etmirlər. İllər, zaman, əsrlər lazımdır ki, bax bu cür dahi insanların sözlərini dərk etmək üçün. Kordan olur alim şair, təbib. Kordan, kör adamdan məsələn Ramiz Fasih vardı. Bəli. Kaş mənim gözlərim görməyəydi, onun qədər biləydim, Allah and olsun. Bu adam Quranı əzbər bilirdi. Bu adam fenomenal yaddaşamaq. Anadan gəlmə nabina. İki qardaş var Hövsan kəndində, Vərağa və Dahi. Hələ Dahi həm də Dahi şair demək olar ona. Belə adamlar var. Kordan olur alim şair, təbib. Kardan olur bəstəkar, haziq, təbib. Bir lala olmur bunlar ancaq nəsib. Lalda olmuyor. Bəli. Bir lala olmur bunlar ancaq nəsib. Çün nəfəsi nitq ilə ehyadı söz. Nizami deyir hamını. Çün nəfəsi nitq ilə ehyadı söz. Bəli. Ona görə də bu kişilərin sözünün qabağında söz demək çox çətindir. Mən də o qədər bacardığım budur da. Bəli, əlbəttə bunu siz öyrənmisiniz. Bunu siz bugün həm də ən böyük missiyanızdır ki, bugün qəzəliyyatın bugünkü yetişən nəslə, gənc xanəndələrə, gələcəyin belə deyək də muğamımızın gələcəyi olan xanəndələrə siz ötürürsünüz. Çünki qəzəliyyatı da öyrənmək, əruz vəznini öyrənmək, yəni bu da bir ayrıca elmdir. Buna illərinizi, ömrünüzü həsr etmisiniz və elə bax söz sizin qarşınızda əlbəttə ki, söz demək də bir qədər cürət istər, Agil müəllim. Sizin ixtiyarınız var. Təşəkkür edirəm. Nə üçün? Çünki siz demək olar ki, ömrünüzü bu işə sərf eləmisiniz. Var olun. Adam qiymətləndirməlidir, valla. Var olun, minnətdarıq. Çox sağ olun, Agil müəllim. İndi çoxalıb, düzdür. Bizim qadınlar, qızlar başqa radiolara gedirəm. Var orada da gözəl aparıcılar var. Amma demək olar ki, hamı sizdən sonra başlayır. Təşəkkür edirəm. Gör neçə il bundan qabaqdan. Nə yaxşı ki, gözəl bir ənənə yaratmışıq. Sizdən öyrənirik, Agil müəllim. Sizdən öyrənirik. Bayaq da qeyd etdiyimiz kimi, izləyicilərimiz də sonradan izləyəcəklər. Deməli, bugünkü qonağımız Agil müəllimin həm də qəzəllərindən, qəzəl toplusundan ibarət kitabının da təqdimatı oldu. Bizə də hədiyyə etdi. Hətta tarixi də qeyd etdi. Agil müəllim, təşəkkür edirəm. Tarixi də qeyd etdiniz.
var olasınız. Həqiqətən də öyrənmək, bir daha öyrənmək, oxumaq, mütaliə etmək və əgər biz milli dəyərlərimizin bugün öyrənilməsində bir əməyimiz, bir zəhmətimiz, nəsə bir damla götürə biliriksə, əlbəttə ki, biz də yenə də oxumalıyıq ki, nəyisə dinləyicilərə, izləyicilərimizə ötürək. Çox maraqlı bir qəzəliniz var burada. İcazənizlə onu səsləndirmək istəyirəm. Elə hər zaman biz də xoş gəlmisizlə başlayırıq. Xoş gəlmisiniz. Ey ləhni muğamatı sevənlər, şeiri, qəzəli, müshəfi, ayəti sevənlər. Sizlərdədir hər məclisin əhtri və ziyası. Qoymun gələ bu məclisə zülmatı sevənlər. Bəli. Ümumiyyətlə bu iki bəli. Bu belə şeirlər məsələn məni çox çağırırlar müxtəlif tədbirlərə. Bəli. Muğam tədbirlərinə, şeir gecələrdə çağırırlar. O məclisdə üns yaradıcılıqları. Mən gedəndə söz verirlər mənə. Mən də fikirləşirəm ki, ay Allah, bir deyilməmiş söz demək lazımdır da. Bəli, bəli. Açılışda nə deyim görəsən? Bu bilmirəm hansı tədbirdə idisə. Axşam oturdum bunu yazdım. Sonra tədbirdə çox maraqlı alındı ki, başlayanda şeirlə ki, xoş gəlmisiniz. Ey ləhni muğamatı sevənlər. Hamı muğam söz sevən adamlar, xiridarlar oturub. Xoş gəlmisiniz ey ləhni muğamatı sevənlər. Şeiri, qəzəli, müshəfi ayatı sevənlər. Sizlərdədir hər məclisin ətri və ziyası. Qoymun gələ bu məclisə zülmatı sevənlər. Bu məclis-i ürfanda görün kimlər oturmuş. Qur'an-ı Zəbur, Qur'an-ı Zəbur, İncili, Tövratı sevənlər. Bu türfə məqamı bizə çox görməsin Allah. Nə vardır riyakar, nə də bəzzatı sevənlər. Səyyare-i sübhü görən ol aşıqı sadiq, dərk eyləyəcək kimdir bu ovqatı sevənlər. Aqil sözünü tul eləmə, müxtəsər eylə. Gülsünlə sənə eybi yox, ifratı sevənlər. Ay, təşəkkür edirik. Var olun, Raqib müəllim. Bu iki məclislərdən əgər biz danışırıqsa, mənə elə gəlir ki, bax bu cür dəyərli və söz sənət adamlarının yığışdığı məclislərdə əlbəttə ki, sizi də hər zaman görmək istəyirlər. Və milli dəyərlərin bugün o mənəviyyatımıza, ruh mədəniyyətimizə əlbəttə ki, çox böyük təsiri var. Sənətdir, milli mənəvi dəyərlərdir. Bəzən unudulan, bəzən hardasa icra olunmayan, unudulmaqda olan, amma xatırlamalı olan dəyərlər var. Onları yəqin ki, siz də bugün görürsünüz. Məclislərdə bugün çatışmayan və yaxud ehtiyac duyulan nədir? Əvvəla ehtiyac duyulan böyükçisi yeri bilməkdir. Bəli. O azalıb. Sevinç xanım. Allahdan gizlin dögü, bəndədən nə gizli? Azalıb. Hər şey böyükçisindən asılı olub bizim məclislərimizdə, bizim toylarımızda, xeyrimizdə, şəhərimizdə. Məsələn, Qarabağda məclis aparan adamlara padşah deyilmişlər. Gör ha, padşah deyilmişlər. Bizdə sərpay deyirlər. Bəli. Toyda. Məsələn, yas məclislərində xəlfə deyirlər. Onlara ki, iş tapşırdın, qutardı. Sənin dahi toy yeyirsən, amma sənin toyxanadan xəbərin yoxdur. Ged işinlə məşğul ol. Toyxanaya sərpay baxır. Bütün işlərə sərpayı cavabdehdir. Bu bir. İkincisi, sərpayı kim olardı? Burada həmin o toylar haqqında şeir var. İstəmirəm, axtarım. Çox gözəl bir keçmiş toylar bugünlə müqayisədə maraqlı bir alınıb. O da var. Demək, onlar çəkərdi bu işi, kimlərdən olardı sərpayı? Məsələn, kəndin ən hörmətli bir cahilindən, bir hörmətli kişisindən. Yəni o da ağsaqqal olardı yəqin ki. Çünki sözü keçən adam olsun. Sözü keçən adam olsun. Kimə deyirdi, otur, dur. Pis mənada yox ha. Yəni gəlmişsən, qulaq asmalısan. Qulaq asmalısan. Onun sözünə qulaq. Mənim atam Şahan kəndindən sərpayı olub. Ata o hökumət işinə girənəcən sərpayı olub. İndi amma elə deyir. Sevinç xanım, gələn bir dənə bu boyda çubuq götürür əlinə düşür orta. Mən bu toyda sərpayım. Heç bunu sənin sözüvə baxan yoxdur axı. Bildiniz? Sonra toylarda bəzi pis adətlər meydana gəlib. Bakının elə toyları olur ki, deyirəm ay Allah, bu kənddə gəlib belə olmayaydı, nə əcəb beləsin oldu. Değişib bir növ. Sonra onlar toylarımızın gözəl, biz toyun mənasını bilsək onu eləmərik.
Biz bilmirik toy. Biz elə bilirik ki, toy 6-dan başla oynamağa ta gecə saat 12-sən. Xeyr. Evet. Xeyr. Məsələn, toylarda qabaq yemək yeri ayrı olardı. Bəli. Toyxana ayrı olardı. Vallahi billahi biz hələ cavan uşaqdıq. O yeməyi biz bilmirik necə yeyərdik ki, bizə qasaq toyxanaya görə oxuyan kimdir? Tarçalan kimdir? Sonra bu musiqisi dəstəsi kimdir? Bunların o qədər maraq vardı. Oxuyan başladı oxumağa, hər şey qutardı. Yəni dinləmək qabiliyyəti var idi. Dinləmək mədəniyyəti böyük elmdir. Böyük mədəniyyətdir dinləmək mədəniyyəti. O mədəniyyət bir qədər gedir. Əlbəttə o rəqs etməkdir, 6-8 ritim başqadır, amma biri də var o insanı düşündürən musiqi, insanın ruhuna belə deyə işləyən, ruhunu tərbiyələndirən. Gərək yaxşı qəzəlxan oxusun, Əli Vahid deyir. Bəli. Bu muğamatı gərək elmli insan oxusun. Oxuyandan da çox şey asılıdır, dinləyicidən də. Dinləyicilər savadlı idi. Onları mən bir-iki dəfə verilişlərimizdə demişəm. Adını yaza bilməyənkilər Firdovsunu əzbər bilirdilər, Füzulini əzbər bilirdilər. Onların yanında sən səhv eləyə bilərdin. Yox. Bəli, bəli. Bir dəfə Yağub Məmmədov bizim cavan vaxtında kəndə gəlib. Onu mənim üçün atam danışıb. Atam o toyda sərpayi olub. Yoxsa mən bilməmişəm, mən orada olmamışam. Bu qoşumuza toyur. Bizim bir qonumuz vardı, sahibzən əmioğlu gəlir oturur. Yağub tanıyıb şey. Ya xanəndələr hansı kəndə gedirlər, orada muğamat bilənləri tanıyırdılar. Oranın dostluq edirdi. Yəni o dərəcədə dərindən bilirdilər. Bəli, gəldi oturdu. Yağubun da bir sən nə vaxtıdır deyir, atam deyir, səsinin ulduza gedən vaxtıdır. Şaq qıl deyir. Yağub böyük oxuyandı, Allah rəhmət eləsin. Amin. Oturan kimi deyir, sahibzən əmi, nə oxuyum sən? Dedi ki, Bakı toylarında xanəndə rast oxuyar, şur oxuyar, zabul səcə oxuyar. Əgər onu sifariş verməyiblərsə, əgər ixtiyarına veriblərsə bir şey oxuyur, ya rast oxuyar, ya şur oxuyar, ya zabul səcə. Bunun mənası var. Yəni bax bunu bilmirdin, demək ilk muğam əsas Bakı toyu. Bəli. Çünki bunlarda bəm də var, orta da var, zil də var. Səsini göstərmək. Bunlarda qəzəl də var, güşəxanlıq da var. Sonra orta pərdələrdə gecişmələr, böyük fantaziya imkanları var bu üç muğamda. Onu görə xanəndə, məsələn, baba desə, ya rast oxuyardı, ya şur. İndi desən, çargah oxuyur, o başqa məsələ, o da sifariş eləmsən. Yoxsa öz ixtiyarını bıraxsaydın, ya rast oxuyardı, ya şur oxuyardı, ya çargah oxuyardı. O belənsinə, ya mahur və də yağda. Mahur belə oburların isminə zil verdi. Bəli. Dedi, yaxşı, başladı rast oxumağa. Rast oxudu, getdi, bütün şöbə güşələri keçdi, dilkəş oxudu, kürdü oxudu, düşdü rasta. Bundan sonra bir şikəstəyi fars oxumalıdır. Şikəstəyi fars rastın canı. Xozəstə deyirlər ona əslində. Rastın canıdır. Oxumadı da, Bakılı üçün ləzzət eləməz o. Hələ rayon yerlərində də. Şikəstə ən gözəl yerdir. Yağub ki, zilxandır. Bu bəm pərdə biraz onun üçün lax olur da. Zilxanlar üçün hələ pərdələrdə çox dayanmırlar. Birdən belə oxumadı şikəstəyi fars. Tutdu Əraq Pəncigah pərdəsini. Səs gedir də, səs əla. O bizim əmioğlu acıq elədi, durdu. Paprızın zadını qoydu cibinə, düzəldi, yola getdi. Nə danışırsın? Yağub, atam danışırdı bunu ya. Yağub çalanları saxladı. Toyxana baxırlar. Dedi, sahibcan əmioğlu, sahibcan əmi, hara getdin? Dedi, evimizə. Dedi, nə üçün? Acıq elədin? Dedim, bəli. Nə üçün? Dedi, bir rasta ki, şikəstəyi fars oxunma deyə oradan durub gedərlər, daha orada oturmurlar. Vay, o dərəcə. Onun da bir oktava zili gəlir, düşür, raç pərdəsi deyirlər ona, zildən. Dedi, mən onu zildən oxuyacağım. Dedi, o zildən ona raç deyərlər, şikəstəyi fars deməzlər. Çıxdı, getdi. Cəmaat da acıq eləmə, güldü cəmaat. Cəmaat üçün ləzzət elədi ki, bu cür bilənlər var, bu cür xiridarlar var. Bəli. Onların özü belə bir ustaddılar. Ustad demişkən, Aqil müəllim, sözünüzü necə deyirlər, balla kəsdirəm. Demək, bayaq Qarabağdan da danışdınız. Bugün də əslində Aqil müəllimlə hər bir söhbət bir ustad dərsidir. Siz bizim Xankəndidə, Qarabağ Universitetimizdə ustad dərsi keçirmisiniz, Aqil müəllim. Bu yaxınlarda, elə bu bir neçə həftə bundan öncə Xankəndidə idiniz. Mən o əlamətdar günü xatırlamasaq olmaz. Çünki uzun illərin həsrəti idi ki, Qarabağ Universiteti yaransın. Qarabağ Universitetində, bəli. Hamından çox. Mədəniyyət Nazirliyinin o şey var, nə deyirlər ona, xüsusi layihəsi var. Bütün rayonları
gezirlər. Bəli. Və orada təqdim Sənətkarın dostu, bəli, bəli, sənətkarın dostu layihəsi. Aha. Elnur müəllimdə də orada olan. Bəli, aha. Biz də getdik, göndərdilər bizi, getdik. Orada Qarabağ Universitetində, Xan kəndində Qarabağ Universiteti var. Oranın da muğam İncəsənət Fakültesi var. Aha. Muğam kafedrası var orada. Orada tələbələrlə biz ustad dərsi keçirdik. Çox maraqlı oldu. O başqa bir hiss idi yəqin ki. Çox gözəldir. Hətta mənim orada tələbələrim olmuş Hindi məşhur xanəndələr var ki, orada artıq dərs deyirlər. Məsələn, Respublikanın əməkdarı Səbuhi İbayev, indi orada kafedra müdürüdür. Salamlayırıq hər birini. Səbinə Ərəbli də oradadır artıq bu ildən. Bəli. Ehtiram Hüseynov dərs deyir. Bəli. Sonra Aslan Novrəsli mənim burada tarda məni tələbələrimi müşahidə edib bir vaxtlar. Konservatoriyada təzə işləyən vaxtlarda. Sonra Eşan Mansurov da deyəsən oradadır. Bəli. Hamısı oradadılar. Çox gözəl bir iş gedir orada. Bəli. Çox gözəl. O qədər sevindim. Xankəndi də çox gözəl idi. Şuşaya da getdik sonra. Bir gün sonra Şuşaya getdik. Bəli. Getmişdim Şuşaya. Xankəndidə olmamışdım amma. Bu bir ilk idi. Həqiqətən də tarixi bir gün idi yaşandı və ilk ustad dərslərini keçənlərdən oldunuz. Aqil müəllim, bilirik ki, əslində vətəndə, ölkəmizdə, paytaxtda yəni siz dəfələrlə ustad dərsləri keçirsiniz. Yəni bugün xanəndələr həm də elə qəzəliyyatı da aşılayırsınız, amma bir başqa bir his Qarabağ Universiteti idi. Çox gözəl. İnanın Allaha ki, o təəssüratdan mən ayrıla bilmirəm. Həm oradakı tədbirlər gözəl. Bu bursu gündə Üzeyir Hacıbəyovun 140 illiyinə orada da bir ustad dərsi oldu, amma onu şey yaparırdı. Zümrüt Adaşzadə, Səadət Təhmiraz qızı, bəli. Sevə-sevə izlədi, qürurla izlədi orada. Çünki həm də elə Mədəniyyət Nazirliyinin digər sosial şəbəkələrdə olan səhifələrdə də bütün bunlar şəkillər, fotolar, kadrlar və əlbəttə ki, bu bir qızıl fonda bir yerləşdiriləcək. Gələcəkdə bir də bilirdim, haçan deyirsiniz. Orada mən bir kitab üzüm verilişlərdə demişəm bu sözü. Orada bizim muğamatımızın, bizim qəzəliyyatımızın, mənəvi dəyərlərimizin təbliğatı var. Mən oradan öz gücümü, qüvvəmi əsir yemirəm. Bəli. Mən qaça-qaça gedirəm o tədbirlərə. İnanın Allaha, mən gedirəm. Elədir, elədir. Çünki bizim əlimizdən gələn budur. Nə əlimizdən gəlir eləməliyik ki, yaşasın bu. Səssiz. Biz muğamatımızı yaşadırıq. Amma inanın ki, muğamat da bizi yaşadır. Əlbəttə. Dünya bizi muğamatımızla tanıyır. Dünya bizi nizamimizlə, Füzulimizlə, Nəsimimizlə tanıyır. Bəli. Görün Nəsimi haqqında, Nizami haqqında görün dünyanın böyük ədibləri nələr deyirlər. Bertels yazır ki, Bertels böyük akademik, Bertels. Akademik Bertels'in sözü var. Deyir Nizami elə bir nizamidir ki, onu heç kəsdən müqayisə eləmək olmaz. Ancaq onu özü ilə müqayisə eləmək olar. Bəli. Belə. Bəli. Hafız Şirazi, görün Nizami haqqında nə deyir? Sədi Şirazi deyir ki, bu Nizami ki məndən qabaq olub bu dünyada. Ay Allah, mənə daha nöş götürdün, gəldim. Şeirim farsdadır, amma məzmunu belə çıxır. Mən gəlim indi neyniyim, məndən qabaq Nizami olub. Sədi deyir bunu. Dünya əhəmiyyətli bir şair deyir bunu. Biz belə bir mirasın, belə bir xəzinənin sahibiyik. Mənəvi xəzinə. Həm də Aqil müəllim, bugün biz dahi şairlərimizi yada salarkən bayaq ustad sənətkarlardan Yaqub Məmmədovun adını çəkdiniz. Həm də sizin belə deyək də yadigarı olduğunuz Azərbaycanın görkəmli xanəndəsi Hacıbaba Hüseynovu da əlbəttə ki biz yad etməliyik. Çünki onun məktəbinin davamçısı əlbəttə ki sizsiz Aqil müəllim. Bir maraqlı müsahibə çıxdı bu günlərdə sosial şəbəkələrdə qarşıma. Hətta onu sonradan axtardım və söylədilər ki, bəli, bunu Hacıbaba Hüseynov zamanında demişdi ki, istənilən bölgədən olsun, amma Bakıya gəlməyən, şəhər mühiti görməyən xanəndə ola bilməz. Belə bir müsahibəsini görmüşdünüzmü? Yox, mən görməmişəm, yalan nə deyim, mən rast gəlməyib. Amma ki, Hacıbaba Hüseynov, onu Qarabağlılar da deyir, onu bütün regionlardan nə qədər xanəndə sən, onlar hamısı özləri deyirlər bunu. Bəli. Həmişə deyirlər, inkar eləmirlər.
bunu Hacı Baba əgər deyibsə, düz deyib. Amma Hacı Baba onu Bakılılıqdan deməyib. Yox, Bakılı tənzim bu mahnı oxuları, Bakılı balasıyam. Əlbəttə onun sürgün çıxardıblar da. Bəli, bəli. Yox, ona görə demir. Hacı Baba böyük şəxsiyyət. Bəli. Hacı Baba xırda hissələrlə yaşayan adam deyildi. Hacı Baba onu nə üçün deyib? Obyektiv səbəblər var. Bəli. Bakı bütün bu necələr sivilizasiya mərkəzi. Bəli, mədəniyyətin, mədəniyyətin 20-ci beşiyi. əsrin əvvəllərindən mədəniyyətin beşiyinə çevrilmiş. Məcburlar. Hindi biz bilən dərs alanda deyir hələ Hindi İstanbul'a getmirlər. Elə şeylər var ki, orada mesela universitet var orada. Buradan artıqdır orada tədris məsələn deyək ki, bir başqa cürdür. Ona görə də tələbə gedir orada oxuyur. Yəni sırf təsir baxımından Təsir həm də baxımından, o vaxt ki o bütün axşırdılar, Bakı neft çıxmışdı. Bəli, bəli. Burada neft qaynayırdı. Pullar vardı burada. Dünyanın bütün Rockefeller, Nobel, biz onda da Nobel məndən prospekti var. Bəli. Ne üçün gəlmirlər? Bunlar pul qazanma. Bu pul qazanmağa gələn adamların içində bunun şairi vardı. Mühəndisi vardı, ədəbşünası vardı. Biri gəlirdi özü ilə bir başqa adamı götürüb gəlirdi. Mərkəzə çevrilmiş. Və təhsilə də yatırım edirdilər. Mərkəzi ki çevrildi, Bakı mədəniyyətin mərkəzinə. Tələbat böyüdü. Oldu Bakı böyük şəhər. Azərbaycanda Bakıdan böyük şəhər yoxdur ki, bu dəqiqənin özündə də. Bakı oldu mədəni mərkəz, elmi mərkəz. Ona görə də tələbat da böyüdü. Gördülər, yox. Daha o keçmiş üsulla iş getmir burada. Düzdür. Oxumaqda da, şeiriyyatda da, sənət aləmində də yeni istiqamətlər açıldı. Bəli, ruhu şad olsun bizim görkəmli sənətkarımız Arif Babayev özü belə sağlığında demişdi ki, bəli, öz dili ilə demişdi ki, mən Bakı toylarında Bakı. Yaqub da deyirdi. Bəli, Səxavət Məmmədovun özü, bəli. Yox, bu obyektiv bir işdir də. Obyektiv, hər bir məsələnin bir obyektiv səbəbi var. Bir subyektiv. Subyektiv heç. Qarabağlıdır, gəlib gənə də oxuyub burada. Nə alıb? Muğam, məsələn, nə qədər biz tərif eləsək də, o mədəni mərkəzdə olan inkişaf imkanları əyalətlərdə olmur axı. İstəyirsən neyinsən, olmur o. O əyalət sənə səs verə bilər. Hər şey eləyə bilərsən. Havasını, suyunu necə ki, Qarabağın hər bir kəsi səsi var. Əlbəttə və onu da elmlə. Sənətin sirri. Üzeyir Azbəy öyle ne üçün gəldi Bakıda Üzeyir Hacıbəyov oldu? Bakıda imkanlar böyüdü. Bakıda oxumaq, təhsil almaq imkanlarım azlıq getdi, mən də bilim Peterburqda oxudu. Bəli. O həm də birləşdirdi Avropa musiqisini, Azərbaycan milli musiqisi ilə, aşıq musiqisi ilə, muğamımızla. Ona görə inkişaf əlbəttə ki, hər zaman əldən, bəli. Hacı Baba deyib ki, bəli. Bu düz deyib, onu hamı deyir. Hamısı alır boynuna. Bakıda dinləyici də başqa cür edir. Və çox şükür ki, bugün bəzən deyirlər ki, o kəndlərimizdə qorunub saxlanılır hələ bu adət ənənə. Ki, o az da olsa, çox az saxlanılır. Amma siz əlbəttə ki, o cür məclisləri görən insan üçün indiki təbii ki, bugün daha belə deyək də müasir dövrdə nələrsə istər-istəməz unudulur. Bu sizi əlbəttə məyus edə bilir. Çox məyus edir. Çox məyus edir, Sevinç xanım. O zaman götürürsünüz qələmi və yazırsınız. Yaradırsınız içinizdən gələni. Vallahi billahi elə. Bəli, istərdik oxuyasınız. Bəli, öz qəzəllərinizdən. Mən bir daha oxuyayım onun üçün. Bəli, buyurun. Bunu yazmışam ki, kim muğamatı sevirsə, ruh-i cananı sevir. Kim muğamatı sevirsə, gül-i xəndanı sevir. Kim muğamatı sevirsə, yanır eşq ateşinə. Qəm-i hicranı sevir, vəsl-i firavanı sevir. Kim muğamatı sevirsə, sevir haqqın yolunu. Kim muğamatı sevirsə, sevir haqqın yolunu. Meylədir əhli kəmala, ədəb ərkanı sevir. Kim muğamatı sevirsə, vətən övladı olur. Bakını, Naxçıvanı, Gəncəni, Şirvanı sevir. Kim muğamatı sevirsə, qəzəl ustadı olur. Nə ki ləhvülə əbi hərzə və hədyanı sevir. Kim muğamatı sevirsə, onu hamı bəyənir. Kim sevir xalqını, xalqı onu hər anı sevir. Kim muğamatı sevirsə, savad əhlindən olur. Tarixi, ənənəni, hikməti, ürfanı sevir. Kim muğamatı sevirsə, igid əskər kimidir. Buna fikir verin. Kim muğamatı sevirsə, igid əskər kimidir. Vətən uğrunda.
Bəli, yəni o dərəcədə. Kim muğamatı sevirsə, Bəli, igid əskər kimidir. bəli, Vətən uğrunda şəhid olmağa imkanı sevir. bəli. Kim muğamatı sevirsə, ucalır zirvələrə, ağla oldu yəqin Azərbaycanı sevir. Ağla oldu yəqin Azərbaycanı sevir. Var olun, Muğamatın bəli. məziyyəti budur. Muğamatı sevmirsən, demək sən bizim vətənimizi sevmirsən. Mənə belə gəlir. Muğamatı sevməklə, muğamatı sevmək savadından, nə bilim vəzifəndən, pulundan, heç nədən asılı olmayaraq sən muğamatı sevməlisən. Fərzdir, vacibatdır gəlib boynumuza. Bəli, bəli. Və söylədiniz bir əskər kimi. Deyirəm, Səniz xanım. Buyurun, buyurun. Mən belə boş-boşuna demərəm, mən Estağfurullah, söyləyim. buyurun. Nə üçün muğamat? Çünki muğam musiqisində və bizim şeiriyyatımızda bizim xalqımızın adət-ənənələri, Bəli. bizim xalqımızın tarixi, bizim xalqımızın fəlsəfi düşüncələri, bizim xalqımızın dəyərləri, məişət həyatınızdan hətta hamısı orada cəm olub. Ona görə Əliağa Vahiddir ki, elmi əşarı gərək ya şeir elmini, elmi əşarı gərək yaxşı qəzəlxan oxusun, bu muğamatı gərək elmli insan oxusun. Oxuyan da elmli olmalıdır və xanəndə də elmli olmalıdır. Əlbəttə. Xanəndə elmli olmasa, gedib oturub ne deyiz, akademik, ne bilim, Feyzullah Qasımzadə sənə oğlunu toyuna çağırır, məsələn. Allah rəhmət etsin, Apidə bizə dərs deyirdi, mən onu çox görmüşdüm. Aha. Nə oxuyacaqsan Feyzullah Qasımzadə üçün ki, onu təəccübləndirəsən? Xanəndəsən də, qardaş çağırıb səni toya gedib. Bəli, bəli. Akademiklər də gəlib otururlar onun yanında. Bəli, bəli. Məsəl çəkirəm. O zəngin nə oxuyacaqsan? sənin Sən Feyzullah Qasımzadədən çox bilməlisən. Heç olmasa onun qədər müəyyən qədər bilməlisən, hərdən bəli. onun diqqətini cəlb edən bir şey oxumalısan. Yoxsa bir də əli ilə beləcək. Bir yoxdur qoy oxusun da daha gəlib də. Olmaz. Bəli. Ona görə Əliağa Vahiddir ki, bu muğamatı gərək elmli insan oxusun. Elmli insan nə deməkdir? Təkcə institut tiplə, yox institutda mən elə belə də kağız versənə get dərsə girəm. Mən də institut qurtarmışam. Yox. Gecə gündüz mütaliən olmalıdır. Gecə gündüz alimlər yanında olmalısan. Gecə gündüz şeir məclislərində olmalısan. Həz baba nə üçün bülbül kimi cəhcəh vururdu sinifdə, həsrətdir ki, onun danışığına danışsın, qulaq asa. Dərsə gəlirdi, Sabir Ələkvar o tarın qoyurdu. Bir də gördün söhbət qızışdı şeirdən, ədəbiyyatdan filandan. Ona 4-ün yarısı oldu, dərs keçilməyib hələ. O dərəcədə. Allah'ın olsun. Deyirdi Sabir. Söhbətlər olurdu. Sabir yığışdır tarvi. Bugün daha belə oldu. Onun söhbəti özü bir məktəb idi. Əlbəttə. Çünki Əli Fəhminin yanında oturmuşdu. Bəli. Həkim Qəninin, Əhməd Başxanovun, Mirzə Mansurun, Bəhram Mansurovla illər boyu sənət dostluq eləmiş. Bunlarla gəlib Əz baba olmalı. Yoxsa Əz baba 4-cü sinifi qurtarmamışdı. Xəbərimiz var. 4-cü sinifi qurtarmamışdı. Dedim ona ki, bəs bunları oradan bilirsən sən? Aha. Söhbət elə bir məclis vardı. Piyada gedirdik. Paluxun yüksəsi ilə. Aha. O bir dəfə dostumuz rəhmətə gəlmiş. Dedi ki, dildən dilə eşitmişəm də, oturmuşam böyük adamlarla. Məclisə girdim. Gedib o bir sabat adamla ağıldan kəmlərin yanında oturmamışam. Baxmışam ki, kimdənsə nə öyrənə bilərəmsə, gedim onun yanında oturmuşam. Bəli. Bəli. Bildin? Bəli. Dedim ha. Dedim ben məktəb, nə məktəb? 4-cü sinifdən mən yarımçı qoydum, qaçdım. Dedim nə üçün? Dedi Allahsız knişka siparişləyirdilar. Bizim sinifə də gətirdilər. Hər uşağa bir dənə Allahsız knişka, Sovet vaxtı. Ha, Allahsız knişkası. Mən də aldım deyim onu evdə atam görər öldürər məni. Çırdım, tolladım, qaçdım məktəbdən. Pəncərədən atlandım, qaçdım. Daha bir də məktəbə getmədim. Çünki geçsəydim yəni, da məni qoymazdılar. Çətin bir dövrlərdən bəli keçmişik və bayaq söylədiniz qəzəlinizdəki. Mən çox danışmıram ki. Yo, əstəğfurullah. Əslində elə biz sizi danışmaq üçün dəvət etmişik. Çünki siz olan yerdə də elə söhbətlər, necə ki deyirsiniz Hacı Baba Hüseynov, dərs qalırdı bir kənara, söhbət çıxırdı, mövzudan mövzu çıxırdı. Çox təəssüf ki, yəni zaman bizə hakimdir, Aqil müəllim. Çox təəssüf. Bizim də bax bu 1 saatımız necə keçdi, hardan gəldi, hardan girdi və təəssüf ki artıq 1 saatin sonuna gəl, amma saatlarla bax özünüz söylədi, saatlarla dinləmək, eşitmək və siz özünüz zamanında Hacı Baba Hüseynovun dalınca qaçırdınız ki, nəsə bir söz desin sənə. Sizə gəlirdim. Axır istədiyimi alırdım ondan. Sonra o deyirdi, əl çək deyirdiniz, yox. Deyirdi mənə, əl çək məndən. Əl çək, nə istəyirsən, 5-6 dənə qəzəl bilirəm. Onu sənə verdim, sonra nə oxuyayım mən?
Bəli, bax belə olmaq lazımdır. Və ona görə də siz bugün bax qəzəlinizdə söylədiyiniz kimi muğamımızın əskər kimi keşiyində dayanmısınız. Necə ki vətənimizin keşiyində dayanan bizim igid oğullarımız var. Bugün Qarabağımızda, Xankəndidə artıq Qarabağ Universiteti fəaliyyət göstərir. Necə ki orada artıq bizim muğamımızın, incəsənətimizin, mədəniyyətimizin, qəzəlimizin, bütün bunlar bizim sərvətimizdir. Onların keşiyində dayanan hər bir kəsə biz borcluyuq və var olasınız. Və nə yaxşı ki varsınız, nə yaxşı ki sizin kimi ziyalarımız, sizin kimi sözün əsl mənasında ustadlarımız var ki, hələ də istənilən yaşda, yəni öyrənməyə gec deyil. Yetər ki, bax bu cür sənətkarlarla ən azı bir gün, bir saat ünsiyyətdə olsaq, mən də bugün nələrsə öyrəndim. İnanıram ki, siz hörmətli dinləyicilər və izləyicilərimiz də sonradan izləyib yenə də nəsə öyrənəcək və deyəcək ki, bəli, bu günümüz boşa getmədi. Amma sonda istərdik sizin qəzəlinizlə bitirək, Aqil müəllim. Bugün bizə təqdim etdiyiniz, sizin qəzəl toplumumuzdan ibarət kitabın içində ayrıca təşəkkür edirik. Bildiyimə görə ikincisi də gəlir. İnşallah gözləyirik və son söz, yenə də söz sizindir. Uzalır şöhrəti hər gün vətən övladımızın. Uzalır şöhrəti hər gün vətən övladımızın. Güclənir vəhdəti hər gün vətən övladımızın. Məhv edib düşməni aldı geri torpağımızı, bəllidir qeyrəti hər gün vətən övladımızın. Şuşanın dağlarına sancdı zəfər bayrağını, bilinir qüdrəti hər gün vətən övladımızın. Müstəqil ölkəmizin hər yanı bir cənnətdir. Bunda var zəhməti hər gün vətən övladımızın. Nura qərq etməliyik Azərbaycanımızı. Böylədir niyyəti hər gün vətən övladımızın. Bakının hər gecəsi gündüzə dönmüş kimidir. Vardır əmniyyəti hər gün vətən övladımızın. Gələcək nurlu həyatın təməlin qoymaq üçün canlanır vüsəti hər gün vətən övladımızın. Aqila sən də çalış, şanlı yolun yolçusu yol. Sənə var rəğbəti xalqın, sənə var rəğbəti hər an vətən övladımızın, sənə var rəğbəti hər gün vətən övladımız. Var olasınız, var olun Aqil müəllim. Çox təşəkkür edirəm. Allah qorusun vətənimizi, igidlərimizi və sənətkarlarımızı, sizi, hər bir Azərbaycanlını. Və bugünkü verilişimizi də artıq yekunlaşdırırıq. Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanalında mütləq şiddətlə bugünkü buraxılışımızı tövsiyə edirəm ki, izləyəsiniz, yenidən görüşmək və eşidilmək ümidi ilə salamat qalın.